Cinsi yolla yayılan xəstəliklər içərisində ən qorxulusu səssiz olanlardır. Yaxşı, bəs bu xəstəliklər hansıdır? Bunların hansı belə səssiz gəlir, səssiz gedir? Səssiz gələn xəstəliklərin içərisində ən çox yayılan, ən çox problem yaradan xlamidia, mikoplazma, HPV kimi viruslardır ki, bunlar cinsi əlaqə zamanı orqanizmə daxil olur, yəni uretra ilə cinsi əlaqə zamanı daxil olur və sonra ciddi fəsadlar törədir. Ümumiyyətlə, xlamidia, mikoplazma, HPV kimi cinsi infeksiyalar orqanizmə daxil olduqda əvvəlcə heç bir kliniki əlamət müşahidə olunmur. Bu xəstəliklərin inkubasiya dövrü 3 gündən 1 aya qədər çəkə bilər. Amma çox təəssüf ki, bəzi pasiyentlərdə heç bir əlamət olmur. Yəni onlarda cinsi sferada hər hansı bir narahatçılıq, sidiyyət çıxarkən göynəmə, yandırma, sidik kanalına hər hansı bir ifrazatın gəlməsi hallarına biz rast gəlmirik. Bir müddətdən sonra bu pasiyentlər özlərində müəyyən bir zəiflik hiss edirlər, görürlər ki, artıq əvvəlki kimi deyillər, yorğundular, cinsi fəaliyyətlərini düzgün icra edə bilmirlər, cinsi zəiflik yaranır və bu zaman bu pasiyentlər artıq onda həkimə müraciət edirlər. Bu zaman bu xəstələri müayinə etdikdə, yəni analiz etdikdə görürük ki, bunlarda köhnədən qalan infeksiyalar var. Bu infeksiyalar ilk növbədə həmin xəstənin sidik cinsiyyət orqanlarını, prostat, xayaları, spermatogenez prosesinə mənfi təsir göstərir. Ondan sonra isə bunların sinir psixoloji durumuna mənfi təsir göstərir və bunlarda seksə maraq azalır. Bunlar artıq seksual münasibətlərdən qaçırlar və özlərinə qapılırlar, sinir psixoloji durumlarında problemlər yaranır. Digər tərəfdən papilloma virusu əgər həmin şəxsə yoluxubsa, onun sidik cinsiyyət sistemində müəyyən ət xalları, ziyirlər kimi bir şeylər, törəmələr meydana çıxır və bu da xəstələri narahat etməyə başlayır. Onlar başa düşmürlər ki, bu hardan əmələ gəlib. Artıq bundan sonra analiz verdikdə bu xəstələrin qanında HPV virusu aşkar olunur və bu da çox qorxulu bir virusdur ki, bunun vaxtında qarşısı alınmasa, bu hətta xərçəngə kimi gətirib çıxara bilər. Məhz buna görə istər qadınlar, istər kişilərdə cinsi sferada hər hansı bir diskomfort, narahatçılıq yaranırsa, onlar artıq bir müddətdən sonra görürlər ki, öz seksual funksiyalarını icra edə bilmirlər, seksə qarşı onlarda maraq yoxdursa, onların sidik cinsiyyət fəaliyyəti əvvəlki kimi deyil, cinsi həvəs, cinsi istək yoxdur, cinsi zəiflik yaranırsa, onlar mütləq həkimə müraciət edib müayinələrdən keçməlidirlər. Ən düzgün müayinə isə təbii ki, analiz verməkdir. PCR analizi metodu ilə problemin dəqiqləşdirilməsi, sonra düzgün müalicə olunmasıdır. Müayinədən əvvəl və müayinədən sonra xəstənin vəziyyəti təbii ki, araşdırılır və bundan sonra ona düzgün müalicə təyin olunur.